Peyğəmbər sallallahu buyurur ki, insanın yalancı olması üçün hər eşitdiyini danışması kifayətdir. Bu sözü yadınızda saxlayın. Yəni, əgər insan hər eşitdiyi sözü danışırsa, onu araşdırmadan, onun mənbəyinə varmadan, kim deyib, nə vaxt deyib, niyə deyib, bu hadisə olub, elə hər ağızdan eşitdiyi sözü danışırsa, onun yalancı olmasına bu bir sübutdur. Və bugün insanlar sözün həqiqi mənasında eşitdiyini paylaşır, gördüyünü danışır, bilmədiyini müzakirə edir, araşdırmadan hökm verir. Məsələn, bir xanım bir bəylə bir yerdədirsə, dərhal onun barəsində bir yerdə oturubsa, pis fikir formalaşır. Bir insan bir xanımla bəlkə qardaşıdır, sən tanımırsan, bəlkə əmsi oğludur, sən tanımırsan. Dərhal insan onun barəsində başqalarına filankəsi orada gördüm, bəhmənkəsi burada gördüm. Əzizim, məyər sən özün süddən çıxmış ağ qaşıqsan, sənin günahın yoxdur, sənin eybin yoxdur. Əgər eyb axtarmaq yaxşıdırsa, onun bunun eybinə vaxt axtarmaq gözəl bir şeydirsə, ən birincisini özündən başla. Axı sən ondan da üstsən, sən ondan da artıqsan. Bilirsinizmi, bəzi insanlar bunu niyə edir? Başqalarını bu yanaşma ilə yanaşaraq alçatmaq istəyir. Özündə olanları örtbasdır eləmək üçün, özünü onunla, o məsələ ilə gizlətmək üçün.